Dırnaq salonumuz Balbagülü, zinət əşyası isə onun toxumu idi. Adi şeylərlə çox xoşbəxt olduğumuz illər idi o günlər. Bugün bir neçə saatlıq içimdəki o balaca qızla vaxt keçirdim. Uşaq vaxtı Balbagülündən dırnaq düzəldərdim. Toxumlarından isə qolbaq, boyunbağı hazırlayardım. Və bugün o gün, o illərə qayıtdım. Geri dönməyən, amma iz buraxan o gözəl günlər. Sen bizden uzak düştün